Demək, 15-ci sualın izahı istənilmişdi. Burada sual cümləsi ilə bağlı sual nümunəsidir və əsas qayda olaraq biz bilməliyik ki, bu cümlələrdə köməkçi feil, əsas feil yanaşı gəlməz. Gəldiyi hallar nadir hallar olur. Bu zamandakı elə bir şey cümlənin mübtədəsinə sual verərkən yaşanan tipdir. Demək, bura baxırıq. Bir düzdür, çünki deyəsiniz ki, bunun köməkçisi yoxdur. Bu, dediyim kimi, mübtədəsidir. Deyək, who'dur, what'dur olanda birbaşa gələ bilir. Köməkçisiz gələ bilir. Bir düzdür. 2-yə baxırıq ki, əsasla köməkçinin arasında söz girməyib. O zaman bu səhv qaydadır. 3-ə baxırıq, yenə əsasla köməkçinin arasına söz girməyib. D-yə baxırıq, D düzdür. Çünki was-la feilimizin arasına nə girib? Mübtədə girib. Ona görə 4 düzdür. Yəni, burada düz qoyaq. Okay. 5-ə baxırıq. Yenə köməkçi ilə əsasın arasına söz girməyib deyə. Yəni, bu da səhv cavabdır. 5-i də çıxdıq. Cavab C variantı.